Salam, hər vaxtınız xeyir olsun. Bugünkü izahımda sizlər üçün Codera yeni nəşrdən dövr operatorundan, while dövr operatorlarından 51-ci sualın izahını verəcəm. Gəlin ilk öncə sualımıza baxaq, görək sualda bizdən nə tələb edir. Sualda deyir ki, proqramın icrası zamanı x dəyişənin hansı ən böyük, baxın, hansı ən böyük natural qiymətində proqram əvvəlcə 3, daha sonra isə 2 qiymətini çap edər. Deməli, burada nə edəcəyik? Bizə deyir ki, əvvəlcə 3 qiymətini, əvvəl 3 qiyməti çap olunar, daha sonra isə 2 qiyməti. Gəlin ilk öncə sualımızı analiz edək, görək sual bizdə nə istəyir? Baxın, sualda şərt yoxlayır, yəni while-dır, nə qədər ki şərt yoxlanılır, o qədər dövrün gövdəsi icra olunur. Və bu hissəyə baxsaq, x bərabər x bölünsün 8 hissəsinə, yəni hər dəfə x-i 8-ə bölür, tam hissəni tapır. Deməli, buradan artıq bizim üçün aydın oldu ki, sual 8-lik say sistemindən verilib. 8-lik say sisteminə aiddir. 8-lik say sistemində hər dəfə yoxlayır, nə qədər ki x, yəni tam hissə 0-dan böyük olacaq və gəlir burada c bərabərdir x bölünsün 2. C bərabərdir x bölünsün 2 isə o deməkdir ki, yəni həmin bu tam hissələr x-i 2-yə bölür, qalığı tapır. Və o qalıq 0-a bərabərdirsə a-nı bir vahid artırır. Yox, əks halda 0-dan fərqlidirsə b-ni bir vahid artırır. Yəni 2-yə bölünəndə qalığı 0-a bərabərdirsə, deməli bu cütdür. Yəni burada a bərabərdir, a plus 1 cütləri hesablayır. Yox, 0-a bərabər deyilsə, deməli təkdir. B bərabərdir, b plus 1 isə təklərin sayını tapacaq. Və bizə də deyir ki, əvvəlcə 3, yəni a bərabərdir 3 olsun, b də bərabərdir 2 qiymətini çap etsin. Yəni bunun 3 dənə cüt qiyməti, 3 dənə cüt rəqəmi, 2 dənə tək rəqəmi var. Ümumilikdə 5 rəqəmlidir. 1, 2, 3, 4, 5. Deməli, bizim bu ədədimiz 8-lik say sistemində 5 rəqəmli ədəddir. Baxaq görək və bizdən ən böyük soruşur. Deməli, bizim məqsədimiz 8-lik say sisteminin ən böyük 5 rəqəmli ədədini tapmaqdır. Amma bir şərtimiz var ki, həmin ədədin içərisində 3 dənə cüt ədədimiz olacaq, 2 dənə də tək ədədimiz olacaq. Ən böyük dediyinə görə 8-lik say sisteminin ən böyük rəqəmi 7-dir. 7 ilə başlayacaq. Ən böyük versiya dediyinə görə mən 7-dən 2 dənə tək ədədim olmalıdır. Ən böyük versiya dediyinə görə birinci ən böyük versiyanı qoysaq kənara. 7, 7-dən sonra 6 yox 5 yazmalıyam. Amma 5 qoysam ən böyük versiya olmayacaq. Və mənə də rəqəmlərin təkrarlanmaması şərti deyə bir şey vermədiyinə görə mən rahatlıqla 2 dənə 7-ni yaza bilərəm. Deməli, 2 dənə tək şərtim artıq keçərli deyil. 2 dənə tək şərtimi tamamladım. İndi mən 3 dənə də cüt rəqəm qoymalıyam. 3 dənə cüt rəqəm ən böyük versiya, 3 dənə 6-nı rahatlıqla yerləşdirə bilirəm. 6, 6, 6. Bu da 8-lik say sistemidir. Məndə isə cavablar onluq say sistemindədir. 8-lik say sistemindən də rahatlıqla onluq say sisteminə çevirə bilərəm. Nömrələmə qaydası 0, 1, 2, 3, 4. Çevirsək 7 vurulsun 8 üstü 4, üstə gələk 7 vurulsun 8 üstü 3, üstə gələk 6 vurulsun 8 üstü 2, üstə gələk 6 vurulsun 8 üstü 1, üstə gələk 6 vurulsun 8 üstü 0. Deməli, bunları da hesablasaq, cavabımız olacaq 32.694 onluq say sistemində. Beləliklə, deməli, tapdıq ki, 51-ci sualda cavabımız B variantıymış. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.